Mübarək Rəcəb ayı daxil olub, icazə versöz bir neçə cümlə bu xütbədə Rəcəb ayı barədə, həm də İmam Əli Ən-Nəqi əleyhissalamın şəhadət günüdür. İkinci xütbədə də İmam Əli Ən-Nəqi əleyhissalamdan bir hədis oxuyub sizə tərcümə eləmək istəyirəm. Bu ay, Rəcəb ayı Allah ayıdır. Peyğəmbərdən hədis var. Peyğəmbərimiz buyurur ki, Şəban ayı mənim ayım, Rəcəb ayı Allah ayı, Şəban ayı mənim ayım, mübarək Ramazan ayı isə ümmətimin ayıdır. Hamı bilir ki, Ramazan ayı hədislərdə ziyafətullah adlanır. Yəni Allahın qonaqlığı. Allah öz əziz bəndələrini o mübarək ayda özünə qonaq dəvət eləyir. Peyğəmbərdən hədis var, buyurur, duaytum fihi ila ziyafətillah. Ramazan ayında ziyafətə çağırılmışsınız. O ay daxil olanda möminlər Allah qonağıdırlar. Nə mənadadır bu? O barədə keçmişdə danışmışıq. İnşallah Allah qismət eləsə mübarək Ramazan ayında yenə də o mövzulara toxunacaq, Allah nəsib eləsə. Amma bir şey bəllidir ki, insan bir dəyərli yerə qonaq gedirsə, bir hörmətli yerə qonaq gedirsə, bir müddət o qonaqlığa hazırlaşır, o ziyafətə hazırlaşır. Nə qədər əhəmiyyətli bir səfərdirsə, bir o qədər ciddi hazırlaşır. Mübarək Ramazan ayı Allah qonaqlığıdırsa, Allah bu iki ayı, mübarək Rəcəb və Şəban aylarını bu ziyafətə hazırlıq ayı qərar verib. Yəni biz öz ruhumuzu təmizləməliyik bu ayda ki, Ramazan ayına təmiz daxil olaq, pak daxil olaq. Günahlardan təmizlənmiş halda müqəddəs aya daxil olaq. Bunu ədəb tələb eləyir. Ədəb tələb eləyir ki, bir dəyərli yerə qonaq gedəndə insan təmiz paltar geyinsin. İnsanın da ruhunun libası təqvadır. İnsan bu aydan öz ruhunda olan çirkabı təmizləyib, o aya pak təmiz daxil olmalıdır. Bu ayları bizə Allah onun üçün qərar verib. Ramazan ayının şüasıdır bu aylara dəyər verən, bu aylara qiymət verən. Ona görə də indidən insan müxtəlif ibadətləri yerinə yetirməklə özünü o aya hazırlaşdırmalıdır. İndi bu illər isti günlərə düşüb, isti vaxtlara düşüb. Amma hər halda Peyğəmbərimiz buyurub ki, kim Rəcəb ayında bir gün oruç tutarsa, bu ay ərzində bircə gün oruç tutarsa, Allahın razılığını qazanar. Bu balaca sözdür. Allah bundan razı olar. Hədisdə də var, Allah kimdən razı olsa onu cənnətinə daxil eləyər. Allah tez razı olandır, bir gün oruca razı olur. Həzrət Əli əleyhissalam Kumeyl duasında deyir, ya səri'ər riza, ey tez razı olan Allah. Allah bizdən tez razı olur. Bircə gün bu ayda, bu isti günlərin birində insan oruç tutarsa, Peyğəmbərimiz buyurur ki, Allahın razılığını əldə eləyər. Ondan sonra buyurur, bundan da kifayətlənməz. Allahın qəzəbi ondan uzaqlaşar. Cəhənnəm qapılarından bir qapı onun üzünə bağlanar. İmam Musa Kazım əleyhissalam buyurur ki, kim bu ayda bir gün oruç tutsa, cəhənnəm odu bir illik yol məsafəsində ondan uzaqlaşar. Bəlkə də bu sözlərin mənasını dünyada başa düşmürük. Cəhənnəm odunun nəriltisini insanlar eşidəndə hədislərdə var ki, Peyğəmbərlər diz üstə oturarlar. Peyğəmbərlər diz üstündə çökərlər, qiyamətin əzabından, cəhənnəmin qorxusundan və vay canım deyərlər bütün Peyğəmbərlər. Bir halda ki, Peyğəmbərlər o səsi eşidib qorxuya düşərlər, Peyğəmbərimiz buyurur ki, kim bir gün oruç tutsa, cəhənnəm odundan uzaqlaşar. Cəhənnəm odundan uzaq düşər o insan. Ondan sonra buyurur, İmam Musa Kazım əleyhissalam buyurur, kim 3 gün oruç tutsa, bu ayda cənnət ona vacib olar. Və dalıca da buyurur, Rəcəb cənnətdə olan bulaqlardan birinin adıdır. Və kim bu ayda bir gün oruç tutacaqsa, şübhəsiz ki, o bulağın suyundan bəhrələnəcək. O mənəvi bir çeşmədir, maddi çeşmə deyil. O mənəvi bir neymətdir ki, ondan faydalanarlar.
İmam Sadiq əleyhissalam İslam peyğəmbərindən bu hədisi nəql eləyir. Buyurur ki, Peyğəmbər buyurub, Rəcəb ayı ümmətimin istiğfar ayıdır, bağışlanmaq ayıdır. Bu ayda çox tövbə eləyin, çox istiğfar eləyin. Çünki Allah bağışlayan və mehribandır. Hədis buyurur ki, necə görürsən bəzən yağış yağır, şiddətlə yağır. Buyurur, Rəcəb ayında Allahın rəhməti göydən yağış kimi yağar yerə. Ona görə də çox istiğfar eləyin. Sadə bir zikir var, mən sizə bunu deyim, bilənlər bilir, bilməyənlər də əzbər yadında saxlaya bilərlər. Məncə elə bir kəlmə desəm yadınızda qala bilər. Ay ərzində harda olursunuzsa olun bu zikri təkrar eləyə bilərsiniz. Yolda gedəndə, maşın sürə-sürə, hardasa oturanda insan bu zikri deyə bilər. Çox asan zikirdir. İki cümlədir, bir cümlədir. Əstəğfirullah və əsəluhu tavbə. Əstəğfirullah və əsəluhu tavbə. Bu zikir belədir. Yəni ki, ilahi, sənə tərəf qayıdıram, istiğfar eləyirəm və səndən də istəyirəm, sən də mənə tərəf dönəsən. Əstəğfirullah və əsəluhu tavbə. Gündə neçə dəfə bacarsınız, bu zikri təkrar deyin. Namazlardan sonra, hər hansı bir halda olarkən. Mötəbər bir hədisdir. Bunu da oxuyub sözümü tamamlayıram. Bir nəfər İmam Sadiq əleyhissalamın yanına gəlib, deyir, Rəcəb ayının axır günləri idi. Rəcəb ayı qutarırdı. Mən gəldim İmam Cəfər Sadiq əleyhissalamın huzuruna. Elə ki, gözü mənə sataşdı, İmam Sadiqin gözü mənə sataşdı. Dedi ki, heç bu aydan oruç tutmusan? Mən cavab verdim ki, yox, and olsun Allaha ey Peyğəmbərin balası, bir gündə oruç tutmamışam. İmam Sadiq buyurdu ki, o qədər savab itirmisən ki, Allahdan başqa heç kəs bilmir. Ancaq Allah bilər ki, nə əldən vermirsən sən. Ondan sonra buyurdu ki, yəqin bil ki, bu elə bir aydır ki, Allah bu ayı başqa aylardan üstün eləyib və onun hörmətini böyük qərar verib, üstün qərar verib. Allah bu ayda oruç tutanları əzizləməyi özünə borc bilir. Buyurur ki, kim bu ayda mənim razılığım üçün oruç tutsa, mən də onu əziz eləyərəm, hörmət eləyərəm ona. Dedim, yəbnə Rəsulallah, o adam deyir, mən dedim İmam Sadiqə, yəbnə Rəsulallah, axır günlərindən tutsam savaba nail olaram, Rəcəb ayından az qalıb. Axır günlərindən tuta bilərəm, yenə bu savab mənim əlimə gələcək. İmam buyurdu ki, ey Salim, sahabənin adı Salim idi, dedi, ey Salim, kim bu ayın axırından bir gün oruç tutsa, ölümün çətinliklərindən amanda qalar, rahat can verər. Ölüm çox çətindir bəzi adamlar üçün. Hədisdə var, mömin üçün bir gülü qoxlamaq, iyləmək kimidir. İstəyirsənsə ölüm rahat olsun, İmam buyurdu, Rəcəb ayının axırından bircə gün oruç tut. Amma bununla da kifayətlənmir. Qəbir əzabından amanda qalar. Kim Rəcəb ayının axırından bir gün oruç tutsa, qəbir əzabından amanda qalar. Kim Rəcəb ayının axırından 2 gün oruç tutsa, İmam buyurdu ki, siratdan asan keçəcək, ayaqlar titrəyən gün. Siratın üstündə insanlar çətinliklə hərəkət eləyən vaxtda bu gəlib hamını ötüb keçər, rahat keçəcək. Kim bu ayın axırından 3 gün oruç tutsa, qiyamətin böyük qorxusundan amandadır. Qiyamət gününün çətinliklərindən amandadır və ona cəhənnəm odundan azad olunmaq qəbzi verilər. 3 gün oruc səbəb olar ki, insanı Allah işini birtəhər elə eləsin ki, o cəhənnəmə tərəf getməsin. Cəhənnəmdən azad eləməyin mənası budur. Allah elə tənzimləyər hadisələri, işləri elə yönəldər ki, qoymaz insan günaha tərəf getsin. Kimin boynunda qəza orucu var, vaxtında tutmayıb ondan tuta bilər. Kimdə qəza yoxdur, müstəhəbbi oruç tuta bilər. Müstəhəbbi oruc belədir ki, bəzən bir-birinə möminlər orucu pozdura da bilərlər, şəriət icazə verir. Bir adam müstəhəbbi oruç tutubsa,
bir mömin ona təklif eləsə ki, xahiş edirəm orucu aç, buyurur ki, iftarını açması oruç tutmağından daha çox savab olar. Vaxtından tez açması, müstəhəbbi orucda. Birdən də bir insan yaşlıdır, xəstədir, imkanı yoxdur oruç tutmağa. Vallah mən bunu deyirəm, kifayətdir ki, ürəyindən keçirdə ki, kaş səhhətim icazə verərdi, oruç tutardım. Elə bu niyyətə də Allah oruç savabı verər. Allahın fəzli və rəhməti çox genişdir. Doğrudan insan ürəklə istəyə, indi bəlkə uzun günlərdir, kiməsə çətin ola. Elə ürəyindən keçirdə ki, kaş mən bunu bacarardım, tutam. Allah onu da əvəzsiz qoymaz. Niyyətə də Allah inayət eləyər. Qiyamət günündə neçə dəstə adamı çağıracaqlar. Neçə dəstə adam var ki, cəmaat içindən nida eləyəcəklər ki, siz çıxın, sizə xüsusi mükafat var. Hamıya aiddir bu. Neçə dəstə insan var. Məsələn, biri şəhidlərdir. Şəhidlərə deyəcəklər, çıxın, daxil olun cənnətə. Alimlərə müraciət eləyəcəklər, çıxın və dünyada kimi hidayət eləmişsiniz. Dünyada kim sizin sözünüzlə düz yolu tapıb, indi də onların əlindən tutun cənnətə aparın. Alimlərə belə məqam var. Təqvalı alim sözü ilə kimsə doğru yola yönəlibsə, qiyamətdə Allah haqq verəcək. O alimə deyəcək, çıx özün tək yox. Kimlər sənin vasitənlə haqqı tapıb, onların əlindən yapış, apar cənnətə. Mən görmüşəm, Eynə Fatimiyyun soruşacaqlar, hanı Fatimilər? Fatimilər kimdir? Xanım Zəhranı sevənlər. Həzrət Fatiməyə əza saxlayanlar. Onlar ayrıca bir dəstədir. Və bu nidaların içində mən hədisdə görmüşəm, bir nida gələcək, Eynə Rəcəbiyyun, hanı Rəcəb ayının əhli. Onları ayıracaqlar cəmaatın içindən. Onlar hamı ilə eyni olmayacaq. Hanı Rəcəb ayının əhli, yəni bu ayı başqa aylardan fərqləndirənlər. Heç olmasa hiss eləyə ki, mən Rəcəb ayındayam. Elə fərqi olmasa, yəni bu ay başqa ay, bu yanaşma özü insan üçün nöqsandır. İnsan düşünə ki, mən Rəcəb ayındayam. Bu ay Allahın ayıdır. Allahın mənə bu ayda xüsusi nəzəri var. Bu ayın əhli olarsa Allah onları çağıracaq, nə verəcək bilmirəm. Və çağırıb elə belə deməzlər ki, Eynə Rəcəbiyyun, hanı çıxın. Çıxın, yəni ki, mən sizə xüsusi bir hədiyyə hazırlamışam ki, başqaları o hədiyyədən bəhrəsiz olarlar. Başqalarına o hədiyyədən çatmaz. Rəcəb ayının xüsusi fəziləti var və çalışın, mən özümə də deyirəm, sizə də deyirəm ki, bir qədər, gücümüz çatan qədər, heç kəs gücündən artıq özünü yükləməsin. Artıq ibadətlə yüklənmək olmaz, amma hamı öz gücünü bilir, gücümüz çatan qədər bu ayda biraz ibadətimizi artıraq, namazdan biraz gec ayrılaq, biraz səcdəmizi uzadaq, biraz... Həmişə sübh namazına dururduqsa, sübh namazından qabaq 2 rükət namaz qılaq. Nə ilənsə hiss elətdirək, Allaha deyək ki, mən hiss eləyirəm ki, Rəcəb ayındayam. Və bunu da Allah nəticəsiz qoymayacaq. Mən də vaxtınızı almıram. Allah bu mübarək ayın feyzindən, Rəcəb ayının feyzindən bizləri binəsib eləməsin inşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbike venhar. İnne şâne Eka huvel ebtar. Sadakallah.